Kanalıma hoş geldiniz değerli beşinciler. Söz verdiğim kimi bu günləri səhifə 6-dan təsriflənməyən feillər, feili sifət və feili bağlama haqqında sizə məlumat verəcəm və onlarla bağlı çalışmalar üzərində işləyəcək. Ekrana bir qədər yaxın oturun. Kanalıma abunə deyilsinizsə kanalıma abunə olmağı unutmayın. Təsriflənməyən feillər, feili sifət və feili bağlama. Keçən dəfə demişdik ki, uşaqlar, təsriflənməyən feillər şəxsə və kəmiyyətə görə dəyişməyən feillərdir. 3 yerə bölünürdü: məstər, feili sifət və feili bağlama. Məstər haqqında məlumat aldıq. Uşaqlar, təsriflənməyən feillər adətən ikili xüsusiyyət daşıyır. Yəni, iki nitq hissəsinin xüsusiyyətini özündə qoruyub saxlayır. Misal üçün, məstəri biz keçəndə öyrəndik ki, məstər həm ismin, həm də feilin xüsusiyyətlərini özündə cəmləşdirib. Feili sifət, feili bağlama da feili sifət həm feilin, həm də sifətin xüsusiyyətini, yəni iki nitq hissəsinin xüsusiyyətini özündə daşıyır. Feili bağlama isə feilin və zərfin xüsusiyyətlərini özündə daşıyır. Çalışma 4A. Cümlədə hansı sualına cavab verən sözləri seçin. Bax, hansı sualı. Hansı sualı biz hansı nitq hissəsində keçmişdik uşaqlar? Təbii ki, sifətdə. Sifətin sualı necə, nə cür, hansı idi? Deməli, bax, bizə də verilən cümlələrin içərisində hansı sualına cavab verən söz olmalıdır. Gəlin, baxaq. Uçan quşların səsi bir-birinə qarışmışdı. İki feil var, qarışmışdı. Bir də uçan. Qarışmışdı, nə qarışmışdı? O. Deməli, bu şəxsə görə dəyişdi. Üçüncü şəxsin təkindədir. Amma uçan quşlar, yəni uçan sözü burada mənə, sənə, ona, bizə, sizə, ona aid olduğunu bilmirik. Yəni, ona görə burada uçan sözü təsriflənməyən feildir və eyni zamanda hansı quşların, bax, hansı sualına cavab verir, hansı? Deməli, feili sifətdir. Daha doğrusu, hansı sualına cavab verir, hələ biz bilmirik o nədir də, yəni belə deyək. İndi fikirləşək görək bu nədir. Uçan hansı sualına cavab verir? Deməli, sifətin sualına cavab verir. Belə çıxır ki, sifət deyilən uşaqlar. Yox, əslində. Sifətin sualına cavab verir, lakin uçan sözünü biz uçmayan şəklində deyə bilərik. Yəni, biz bunu uçmayan. Yəni, inkar şəkilsini bunun sözün üzərinə ala bilərik. Feili sifətlər isə inkar şəkilsinə düşməz. Çünki feil sifətlər hərəkət bildirmir. Amma uçan sözü hərəkət bildirir və inkar şəklində də sala bilirik. Uçmayan formasında ola bilir. Belə çıxır ki, bax, bu feildir, amma buna baxmayaraq, feil olmasına baxmayaraq, hansı sualına cavab verir? Yəni, sifətin sualına cavab verir, sifətin xüsusiyyətini daşıyıb da. Eyni zamanda, hansı quşların, uçan quşların səsi bir-birinə qarışmışdır, cümləyə görə də təyin olur. Deməli, burada bu tipli sözə biz deyəcək feili sifət. İkinci cümləyə baxaq. Fit çalınanda yarışan idmançılar sıraya düzüldülər. Nə etdilər? Sıraya düzüldülər. İki feil var. Onlar düzüldülər. Üçüncü şəxsin cəminə görədir. Deməli, təsriflənibdir. Bir də var uşaqlar, çalınanda, çalınmayanda. Aha, burada deməli feil var. Lakin neçənin şəxsə aid olduğunu bilmirik. Yarışan idmançılar sıraya düzüldülər. Fit çalınanda, görürsünüz, nə vaxt sualına cavab verir? Nə vaxt? Nə vaxt? Fit çalınanda, deməli, fit çalınanda təsriflənməyən feildir, yəni çalınanda təsriflənməyən feildir. Biz keçən dəfə də demişdik ki, adətən bu tipli feillər özündən qabaqki sözü özünə bağlayıb söz birləşməsi yaradır. Bəli, fit sözü ilə çalınanda sözü birləşib söz birləşməsi yaradıbdır. Və bu cür birləşməyə feili birləşmə deyirlər. Bu cümlədə əlavə yenə bir feil var. Yarışan idmançılar. Hansı idmançılar? Yarışan. Bax, bunun da sualı hansı olur? Hansı? Və eyni zamanda burada yarışan sözü inkara düşə bilir. Yarışmayan da deyə bilərik. Feildir. Lakin hansı idmançılar uşaqlar? Yarışan idmançılar. Sifətin sualına cavab verir. Amma sifət deyil. İnkara düşə bildiyi üçün bu feildir. Və bu cür feilə biz feili sifət deyirik. Dünən baxdığım film çox maraqlı idi. Bu cümlədə baxdığım sözü feildir. Hərəkət var bunda. Baxmadığım da deyə bilərik. Hansı film uşaqlar? Hansı? Hansı? Baxdığım film. O feilin sualına cavab vermir. Yəni, bu cümlədə, üç cümlənin üçündə də qarışmışdı, düzüldü sözlərindən başqa yerdə qalan feillər feilin sualına cavab vermir. Feili sifət.
haqqında məlumat verir. Deyir ki, feilin təsriflənməyən formalarından biri də feili sifətdir. Təsriflənməyən, yəni şəxsə və kəmiyyətə görə dəyişməyən. O həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Feilə məxsus olan xüsusiyyəti hərəkət bildirir. Yazan şagird bilir ki, hərəkət var tərkib canında. Bacardığım iş hansı iş? Bacardığım iş və eyni zamanda bacarmaq feilidir burada. Hərəkət var yenə də. Təsdiq və inkarda olur. Bildiyim məsələ təsdiqdədir, bilmədiyim məsələ inkardadır. Və bu feilə məxsus olan xüsusiyyətləri. Bəs görəsən, sifətə məxsus olan hansı xüsusiyyəti var? Əsasən hansı sualına cavab verir? Misal üçün, hansı şagird? Yazan şagird. Hansı iş? Bacardığım iş. Hansı məsələ? Bildiyin məsələ. Hansı məsələ? Bilmədiyin məsələ. Sınmış fincan, sınmamış fincan. Görürsünüz uşaqlar, bu sözlər deməli hansı sualına cavab verir? Yəni sifətin sualına cavab verir. Lakin bunlar həm hərəkət bildirir, təsdiq və inkarda da olduğu üçün feildir. Bu cür sözlərə biz feili sifət deyirik. Çalışma B. Cümlələrdə feili sifətləri seçin. Feilə, sifətə aid xüsusiyyətləri müəyyənləşdirin. Dünən gördüyün hadisəni bizə də danış. Deməli, həm feilə, həm sifətə aid xüsusiyyətlər. Burada yenə də iki feil var. Gördüyün, bir də danış. Kim danışsın uşaqlar? Sən danış. Görürsün, ikinci şəxsə görə dəyişibdir. Mən danışım, yox, sən danış. Deməli, bu şəxsə görə dəyişib, kəmiyyətə görə dəyişdiyi üçün təsriflənəndə bizim bununla işimiz yoxdur. Gördüyün hadisəni, dünən gördüyün. Deməli, burada gördüyün hansı hadisə? Bax, sualı bunun hansı olur? Hansı? Gördüyün hadisə sifətin sualına cavab verdiyi üçün və eyni zamanda hərəkət bildirdiyi üçün bu sözlər feili sifət sayılır. Yəni, bu söz feili sifətdir. Pambıqla yüklənmiş maşınlar sürətlə hərəkət edirdi. Hərəkət edirdi bir feildir. Lakin o hərəkət edirdi. Şəxsə görə dəyişib. Bu bizə lazım deyil. Hansı maşınlar uşaqlar? Yüklənmiş maşınlar. Hansı sualına cavab verir? Deməli, bu feili sifətdir. Həm feilə məxsus olan xüsusiyyəti var. Yüklənmiş, yüklənməmiş. Deməli, təsdiqdədir, inkar. Burada təsdiqdədir, eyni zamanda inkara sala bilərik bu sözü. Hərəkət bildirir, bəli, hərəkət bildirir. Bu, feilə məxsus olan xüsusiyyətləri. Amma hansı maşınlar deyəndə artıq nə olur? Uşaqlar sifətə məxsus olan, yəni əlamət daşıyır da. Burada maşının əlamətini bildirir. Pambıqla yüklənmiş maşınlar. Özündən qabaqki sözü də özünə bağlayıb birləşmə yaradır. O içməli sudan bir stəkan mənə ver. Ver. Kim versin uşaqlar? Sən ver. Deməli, şəxsə görə dəyişə bilir deyə bunun işimiz yoxdur. Hansı sudan uşaqlar? İçməli sudan. İçməli sudan. Biz buna feili sifət deyəcəyik. Feil var, həm də sifətin xüsusiyyəti var. Biz buna feili sifət deyəcəyik. Hələ görüləsi işimiz çoxdur. Aha, hansı işimiz çoxdur? Görüləsi və həm feilin, həm sifətin xüsusiyyətini daşıdığı üçün biz buna feili sifət deyəcəyik. Çalışma C. Birinci sütunda altından xətt çəkilmiş şəkilçilərdən istifadə edərək, ikinci sütunda verilmiş nümunəni tamamlayın. Qaçan oğlan. Şəkilçi andı. Deməli, qaçmaq, qaçan. Hərəkət var, uşaqlar qaçanda var. Bəli, deməli, sözün kökü qaçmaqdır. Qaçan sözə bir əlamət anlayışı yüklədi. Hansı oğlan? Qaçan oğlan. Deməli, feili sifətdir. Bəzən uşaqlar. Deməli, bu şəkilçi an və ən şəkilçisidir ki, feili sifətin bir şəkilçisi misal üçün budur. İkinci sıraya baxaq. Yetişmiş meyvə. Hansı meyvə? Yetişmiş meyvə. Yetişmiş sözündə hərəkət var, var. Feildir. Bu həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır və şəkilçisi mişdir. Miş. Deməli, sözün kökü yetişmək, miş qrammatik şəkilçi. Soyumuş çay. Burada da muş olacaq. Yenə də muş burada nədir uşaqlar? Deməli, qrammatik şəkilçidir və feili sifətin şəkilçisi sayılır. Çünki hansı sualına cavab verir? Bax, hansı? Sonra baxdığım film. Baxdığım hərəkətdir də, təbii ki, hərəkətdir. Amma burada hansı film? Amma hərəkətin sualına cavab vermədi. Yəni, feilin sualına cavab vermədi. Hansı film? Baxdığım film. Deməli, sifətin sualına cavab verdi. Baxmaq sözün kökü. Baxdığımız. Aha. Deməli, baxdığımız film. Burada baxdığımız dıq şəkilçi üstünə gəlib mənsubiyyət şəkilçisi ikisi bir yerdə. Bax, ikisi bir yerdə.
Feili sifətin şəkilsini yaradıbdır. Bu şəkilçi belə gedir. Dığım. Təbii ki, 4 variantda. Oxuduğumuz kitab,duğumuz kitab. Bu da belə olacaq. Yenə də hansı sualına cavab verir? Deməli, feili sifət yaradıbdır. Həll edilməli problem əlamət yüklüyübdür sözə, yəni sifətin xüsusiyyəti daşıyır, lakin hərəkət olduğu üçün, həll edilmək, hərəkət olduğu üçün həm feil, həm də sifətin xüsusiyyətini daşıdığı üçün feili sifətdir. Kəsilməli ağac, burada da məlidir. Deməli, bu şəkil hansı oldu? Məli, 2 cür yazam, malı, məli şəkilsi. Gediləcək yol, gediləcək, əcək burada qrammatik şəkilçidir. Hansı yol? Gediləcək yol, amma eyni zamanda hərəkət var bunda. Deməli, həm feilin, həm sifətin xüsusiyyətini daşıdığı üçün feili sifətdir. Şəkilçisi əcəkdir. Əcək. Veriləcək cavab. Yenə də əcək qrammatik şəkilçidir və feili sifətin şəkilsidir. Bütövlükdə isə hansı sualına cavab verir? Hansı cavab? Hansı yol? Gediləcək yol. Hansı cümlədə feili sifət kontekstə uyğun olaraq inkarda işlənməlidir? Yəni, kontekst nədir uşaqlar? Cümlələri nəzərdə tutur da, yəni ki, sürüdən ayrılan qoyunu qurd yeyər. Yeyər, nə yeyər? Qurd yeyər. Şəxsə görə dəyişib, kəmiyyətə görə dəyişib. Deməli, 3-cü şəxsin təkindədir. İkinci feil burada ayrılmaq feilidir. Lakin bu feilin sualına cavab vermir. Hansı qoyunu? Hansı sualına cavab verir? Hansı? Deməli, əlamət yükləyib özünə artıq. Ona görə burada həm feil var, yəni hərəkətdir daha doğrusu, həm də sifətin əlamətləri var. Bu feili sifətdir artıq. Şəkilçidəki andır. Atılan ox geri qayıtmaz. Qayıtmaz nə etməz? Qayıtmaz, o qayıtmaz. 3-cü şəxsin təkinə görə deməli, dəyişibdir. Yəni, şəxsə və kəmiyyətə görə dəyişən feildir. Atılan hansı ox? Atılan ox. Bax, atılan ox. Deməli, bu oxa biz hansı sualı qoyuruq? Hansı ox? Atılan ox. Fikir verirsiniz, feilin yox, sifətin sualını götürdü. Yəni, hansı sualını verdik biz ona? Bu feili sifətdir artıq. Gec gələn qonaq öz kisəsindən yeyər. Yeyər feili kim yeyər? O yeyər. 3-cü şəxsin təkinə görə, şəxsə və kəmiyyətə görə dəyişib. Deməli, bu bizə lazım deyil. Bax, bunlar lazım deyildi bizə. Bir də bu cümlədə gələn var. Gec gələn. Aha, hansı qonaq öz kisəsindən yeyər? Gec gələn qonaq. Deməli, burada gələn sözündə hərəkət var, lakin hansı sualına cavab verib? Həm feil, həm də sifətin xüsusiyyətini daşıdığı üçün burada nə var uşaqlar? Ən şəkilsindən feili sifət yaradılmışdır. Zəhmət çəkən adam rahatlığın qədrini bilməz. Aha, bilməz hərəkətdə, bu bizə lazım deyil. Yəni, belə deyək də, təsriflənir. Şəxsə və kəmiyyətə görə dəyişir. Zəhmət çəkən, burada ikinci bir feil var, zəhmət çəkən adam. Hərəkət var, zəhmət çəkmək. Lakin bu hansı sualına cavab verir? Hansı adam? Zəhmət çəkən adam. Demək, ona görə bu feili sifətdir. Yəni, bunun şəkilsi əndir burada. Zəhmət çəkmək. İkisi bir yerdə gedir təbii ki. Və bütövlükdə hansı sualına cavab vermiş olur. Fərqləndirilmiş sözlərdən hansının feili sifət olduğunu müəyyən edin. Feili sifət. Feili sifət dedik uşaqlar. Gəlin dediklərimizi biraz qruplaşdıraq. Feili sifətin sualı hansıydı? Hansıydı? Eyni zamanda feili sifət feilə məxsus olan xüsusiyyəti hərəkət bildirməsidir. Təsdiqdə inkarda ola bilməsidir. Sifətə məxsus olan xüsusiyyətidir ki, əlamət bildirməsi və hansı suala cavab verməsidir. Gəlin baxaq indi. İmzalanacaq sənədlərin sayı çoxdur. Burada imzalanacaq sözü fərqləndirilibdir. Sözün kökü imzadır. İmzadan imzalamaq, imzalamaqdan imzalanmaq, imzalanacaq sənədlər. Hansı sənədlər uşaqlar? İmzalanacaq sənədlər. Deməli, acaq şəkilsi artıq feili sifət yaratdı. Yaxın günlərdə sülh müqaviləsi imzalanacaq, nə edəcək sualına cavab verir. Amma birinci cümləmdə isə hansı sualına cavab verdi? Hansı sənədlərin sayı çoxdur? İmzalanacaq. Yaxın günlərdə sülh müqaviləsi nə edəcək? İmzalanacaq. Fikir verin, burada nə edəcək? Burada isə hansı sualına cavab verir? Yəni, burada həm sifətin, həm feilin xüsusiyyəti var. Burada isə yalnız feilin xüsusiyyəti var. Bu feili sifətdir. Bu ancaq, yəni bu təsriflənməyən feildir. Bu isə təsriflənən feildir. Diqqətinizə görə minnətdaram.